Hamınızı xoş gördüm. Mənim kanalımda mən isə təzə vlog başladım və gördüyünüz kimi çay dəmləməklə başlayıram. Emili bağçaya qoyub gəlmişəm və indi də istəyirəm ki, biraz ev işlərimlə məşğul olum və bugün ev işlərimlə biraz üstdən məşğul olacağım. Çox dərin təmizləmə olmayacaq. Burada sərdən qalan biraz bugün yoxdur. mənim qablarım var. İndi istəyirəm bunları da yuyum. Bu arada keçən vloglarımdan sonra Aykanın maması bizə gələndən sonra hamınız soruşursunuz ki, niyə Aykanın maması deyirəm, niyə demirəm qaynanam, anam, çünki xanımlar bu mənim qaynanam deyil, Ayka mənim yoldaşımın dayısı qızıdır. Doğma bacısı deyil. Ona görə də Aykanın maması mənim qaynanam sayılmır. Amma Aykanı da çox sevirəm, onun mamasını da çox sevirəm. Çox yaxşı ünsiyyətimiz var. Həmişə bir-birimizi başa düşürük, bir-birimizə köməkli edirik lazım olanda və bir-birimizə qonaq gedirik, çox yaxşı da vaxt keçirdirik. Mən isə artıq qabları yuyub qutardım demək olar. Burada yanında gül də var, onu da indi burada sulayıb yanına qoyacağım. Bu gülü alandan hələ ki heç bir inkişafı yoxdur, amma ki ən azından olduğu kimi qalıb, heç nə də olmayıb. Ümumiyyətlə gülləri çox sevirəm, biraz yerim çox olsaydı yenə də alardım. Bunların hamısını Emil qırıb mənim gülümdən. Həm biraz bunları suda saxlayıram. Gəlin baxım, əkə bilərəm. Çalışıram ki, hər dəfə kuknanı yığışdırıb qutarandan sonra həm əskini, həm də kukkanı dəyişim. Mətbəxin işini bitirəndən sonra keçirəm balkona. Balkonda çox pis haldaydı, çünki burada axırıncı vaxtlar çox bişirirəm. Daha çox demək olar ki, burada bişirəm. Kuxnadakı peçdə demək olar ki, bişirmirəm. Ona görə buralarda yağlanıb, həm toz, həm yağ yığılıb. Mən də istəyirəm buranı da təmizləyim ki, burada da təmiz olsun. Yenə də yemək bişirmək üçün səliqəli saxlayım və balkonun yerini, ümumiyyətlə balkon bağlı deyildiyinə çox vaxt toz olur. Hər yerini istəyirəm silim, təmizləyim ki, ürəyim rahat olsun. Bilmirəm, balkonda olduğumdan da yoxsa keyfiyyətsizdir bunun materialı. Biraz bu peçin qıraqları, ruçkaları hansını ki qazı yandırırıq, onların qıraqları biraz paslanıb. Deyə bilmərəm ki, bu havada qalmaqdandır, yoxsa materialı o qədər yaxşı olmadığındandır. Amma ki, buna baxmayaraq yenə də hələ ki işlətmək olur. Özü də çox yaxşı işləyir, sadəcə olaraq biraz paslanıb. Mən isə keçirəm, həm paltar yuyanımı silirəm. Dediyim kimi balkon açıqdır, çox vaxtı toz olur və ona görə indi bunu da siləcəm. Mənim iş qrafikim fix olmadığına görə mən hərdən səhər gedirəm işə, hərdən olur, elə olur ki, həm səhər, həm axşam gedirəm işə, hərdən olur ancaq axşam gedirəm işə. Ona görə arada qalan vaxtları çalışıram ki, evləri yığışdırım ki, çox tökülməsin, çox əldən qalmasın, sonra onu yığışdırmağı daha da çətin olur. Balkon işlərimi bitirəndən sonra keçirim uşaqların otağına. Burada da biraz səliqə yaradıram. Uşaqlar da artıq məktəbdədirlər. Adətən özləri yığışdırır, amma bugün oğlum yığışdırmayıb, qızım isə yığışdırıb öz yerinə. Ona görə istəyirəm biraz buranı da səliqəyə gətirim. Bilmirəm siz necə, amma mənim daha çox xoşuma gəlir ki, evdə heç kəs olmasın. Mən evləri yığışdıranda belə mənə elə gəlir ki, proses daha tez olur və heç kim maneçilik etmir. Evdə kimsə olanda biri acıyır, biri susuzlayır, biri çay istəyir, biri yenə də nəsə istəyir. Ona görə həm proses uzanır, həm də ki, insan daha çox yorulur. Burada artıq evdə heç kəs olmasa da özümü kofe istədim və getdim özümə kofe dəmlədim. Kofe içib gedirəm qonaq otağını yığışdırmağa. Əvvəllər bu qədər kofe xoşlamazdım, amma axırıncı vaxtları nəsə mənim orqanizmim tələb edir kofe. Gün ərzində 2-3 çaşka kofe içirəm və bunu elə-belə yox, elə-bir ki, orqanizm tələb edir, istəyir, iminə kofe axtarır və mən də gedib içirəm. Yəqin ki, videodan hiss eləyəcəksiniz ki, biraz evi dəyişmişik, divanı aparmışıq, pəncərənin yanına qoymuşuq, amma stolu isə əvvəlki divanı yerimizə qoyduq. Dünən lobya sopu pişirmişdim. İndi bunu qızdırıb, yiyib tez Albinadan düşürük yola. Siz də özümlə götürəcəm. Bəzi mağazinlərə istəyirik gedək.
hava bugün çok güzeldi. Elə bil ki dünənki havam burada değildi. İndi ise çok güzel gün çıxıb. Çay demlerdik. İndi çay içip düşürük yola. Biz gittik kızlar, nihayet ki evden çıkabildik. Biz evden çıkırdık 3 saat bundan qabaq. Ama ki indi çıkabildik nihayet ki saat 1'in yarısıdır. Biz ise 11'de planlaşdırmışdıq daha doğrusu. Biz isə cəmi-cümü bir stansiyaya gedirik. Tam Əhmədliyə, Əhmədli metrosuna can. Premium ora çox yaxındır. Biz avtobusdan düşdük və hal-hazırda gedirik Premium'a, kitab dəftər mağazasına. Buradan istəyirik mənim laminasiya aparatım üçün paketlər belə deyim qutarıb və bir də adi vərəqlər almaq istəyirik rəngli printer üçün. Elə bil ki onda şəkildə çap eləmək olur. Biz də istəyirik baxaq necə alınacaq. Altı reştada 24 tane lipiçka. Deniz. Böyle firmada var, bu ikisini götüreceğim. Bunu da Emil'e götürmeyi istiyorum. 11.77. Çok güzeldi, bakın. Pencere kimi açılır her yer. Güzel bakmak olur orada neler var. Yerim 1.30'a. Тут одну запрещенную книгу. Большие надежды. Вот. 227 kitabı var. Acıntı. 7.60'a da bu kitap. Böyle salfetkalar var, çok güzel. 2.52'ye. Bunlar için gelmiştim. Bunu götüreceğim laminasya için, görürsünüz. Bir de bundan isteyeceğim, görürsünüz. Şekil için de bu. O kadar sancak var burada. Hamısı da eyni razmiyat ve 6 manata. Bunlar da çok güzeldi, görürsünüz. Hamısı eyni renkdedir. 2.70'e. Renkləri də fərqlidir. Lupalar. Bu balacası 3.50'dir. Bunun qiyməti yoxdur. Bu böyüyün də qiyməti yoxdur. Beləsi də var 1.50'ye. Bu da kleydi, belə Albin özünə aldı. Burada Azərbaycan dilində də kitablar var. Baxmaq istəyirəm, bəlkə birini götürəcəm. Bunlar da başqa ölkələrin ədəbiyyatı Azərbaycan dilindən tərcümə olanlardır. Görürsünüz, buradaydı gördüm. Şimdi tapa bilsəm. Burada gördüm, şimdi baxın Robinson Crusoe, Çipolino, Əncəlsiz arzular. Artıq Premium'dan hər şey aldıq və biz gedirik indi McDonald's'a və evdə hər şey göstərəcəm, nə aldım. Əslində istəyirdim sizi bir dənə də mağazinə götürüm. Hardakı əl işləri üçün hər bir şey var, saplar, mıncıqlar, çox bir şeylər var, parçalar. Amma bu dəfə gedə bilmədik. Saata baxdıq ki, həm Albinə, həm də mən gecikə bilərəm ona görə. Amma bu yaxınlarda mütləq və mütləq ora gedəcəyik. Qızlar, sizi də aparacağım. Orada da baxacaq nələr var. Çoxdan da istəyirəm yeni bir şeylər toxuyum. Ona görə də istəyirəm ora gedim, nələrsə alım. 2 dənə kokteyl aldım özümüzə və cəmi 11 manat 90 qəpik elədik. Yiyib gəlmişik, yəni heç nə yemək istəmirik. Beləliklə mən özümə çiyələkli aldım, Albinə isə şokoladını aldı. Çox xoşlayıram bu kokteylləri. İmенно McDonald'sda başqa bir şey buradan xoşlanmıram, amma kokteylləri xoşlayıram. Elə bil ki, ərimiş marojnadır. Palifka var 12.50'ye. 12.50'ye de bunlardır. Bundan Rossmann'da da var ya, bir məndə var bundan.
Bizim üz üçün üz yuma penkamız bitmişti. Ona göre geldik buradan aldık. Evelindən həssas dəri üçün çox gözəldir. Artıq biz liftdəyik və çatdıq evə. Və indi evdə göstərəcəm sizə nələr aldıq. Albina. Tak что bir dənə mağazinə getdik kızlar, yok 2. Ama çok yoruldum. Açıq imiş, kimsə var evdə. Kim karşılayır benim sevgilim? Putu. Sonya. Привет, мамина. İndi isə evdə bir də baxaq görüm nələr almışdıq və sizə də göstərim bir də. 9 dənə salfetka cəmi 2 manat 25 qəpiyyədir. Sonra belə bir kitab aldım firma. Açım göstərim sizə. Bunu işim üçün almışdım. Bilməyənlər üçün deyim ki, mən logoped defektologam və mənim işim uşaqlarlandır və uşaqlarla nitki olmayan uşaqları danışdırmaqdır və nitkində kusurları olan uşaqlar üçün deməli onlarla iş aparıram, dərs aparıram və gördüyünüz kimi belə bir ferma var burada. Ferma üçün nələr lazımdır? Heyvanlar, meyvələr, tərəvəzlər. Birinci dəfə gördüm bu kitabı orada, amma çox maraqlıdır. Uşaqlar bir neçə dəfə görürsünüz, buraya yapışdıra bilirlər, çıxarda bilirlər. İndi bunu sadəcə olaraq buralardan, buradan belə qopartaraq yapışdırmaq lazımdır və hər dəfə sonra uşaqlara deyirik ki, kim harada yaşayır, kim nə yeyir və beləliklə uşaq inkişaf edir. Adi öz balaca uşağınız varsa onu da ala bilərsiniz, onunla da işləyə bilərsiniz. 27 dənə içində cırt-cırtlı şəkil var. Çox maraqlıdır. 3 üstəgəl. Uşağınızın 3 və yuxarı yaşı varsa bundan alıb onunla işləyə bilərsiniz. Qiymətli isə qızlar, qiymətli baxın 6 manat 80 qəpikdir. Bu Albina aldı bunu, kleydi. Bilmirəm, bu lent kimi deyəsən yapışır və nə istəyirsiniz kleyləmək olar. Mən unuttum ki, sizə deyim, cəmi bu mağazində biz, bu McDonald's-dır. Bu mağazində isə 60 manat xərclədik biz. Bu isə həmən kitabdandır, bayaq göstərdiyim qiyməti də eynidir. Sadəcə olaraq, ay Sonya, sadəcə olaraq bu dəniz, burada qiyməti 6 eşdadan. Bu da eynən o formadadır, sadəcə olaraq burada bütün dəniz, okean sakinləridir burada yaşayanlar. Bunlar da uşaqlarla öyrənmək olar. Bunu isə Emil üçün aldım. Emil bir ara kosmos istəyirdi, bir ara ondan çox oxuyurduq. Axırın çox tutması biraz oxumağımız azalıb çünki gedir bağçaya, gəlir, vaxtım olmur. 11 manat 70 qəpiyyədir qızlar. Çox yaxşıdır. Əgər sizin uşağınız kosmosla maraqlanırsa. Orada var idi eyni bundan dinozavrlar. İndi bunu açacağım, baxaq burada nə baş verir. Heç içi necədirsə bilmirəm, amma fikirləşdim ki, maraqlı olar. Bunu Emilə verəcəm. Emil çox sevinir kitablara. Özü istəyirdi ki, məndən kosmos kitabı alım. Aha, baxın qızlar burada necədir. Burada deməli açılır pəncərə kimi. Orada göstərdim sizə 20 manatlıq kitablar var idi. Baxın bu da onu kimidir. Burada pəncərəni basırsınız. Basa bilsən. Görəcəyik. Baxın. Və burada içində də yazılıb. Deşiyi var spesiali bura. Asa bilərik bunu. Qoyub bir hansısa ipdən, sapdan salıb asa da bilərsiniz ki, onu tam belə axıracam, açılsın. Emin üçün mütləq elə eləyəcəm ki, daha maraqlı olsun. Asacam bunu, görürsünüz burada da raket var. Burada da gördüyünüz kimi bəzi insanların şəkilləri var, hansılar ki, kosmosla bağlı öz izlərini tarixdə qoyublar. Bunlardan da burada açanda içində yazılıb kim nə edibsə. 2 dənə belə kitab aldıq. Griboyedov, Qori Atuma. Bunu əvvəllər bizə məktəbdə keçirdilər. Və Remarkın Zimlə Abitovanaya. Bu kitabların hər biri 7-60, bu 14 manatdır. Ne kadar? 14, amma orada biz birini götürmüşdük, o bundan nazik olduğuna görə deyə də səhv vurmuşdular. Onda da 7-60 idi. Mən də Albinə dedim ki, Bu daha popülerdi ona göre. mən də dedim ki, Albinə fərqi var, qiymətlər eynidir, gəl götürək. Amma gördüyünüz kimi siz biraz bizdən daha olun. Çünki belə bir səhvə yol verə bilərsiniz bizim kimi. Sonra dediyim bu laminasiya aparatı üçün 100 ədəd
Baxın, belə abloşka kimi paketlər var, salırsınız. Laminasiya aparatından keçən vlogumda göstərmişdim. Bunu necə laminasiya eləyirəm. Mənim də belə aparatım var. Temudan sifariş etmişdim. Və birinci dəfə belə bir şey aldım. Bu 6 manatdır. Bunun heç qiyməti nə qədər oldusa çekdə baxarıq. Deməli, bunu birinci dəfə alıram qızlar. Bu belə bir kağızdır. Qalın və parıldayan, görürsünüz. Bundan da qalınları var. Və bunun üstünə də rəngli printerlə nəsə çap etmək olar. Çox vaxtı bu şəkil çap etmək üçündür. Görürsünüz, burada da yazılıb. Photo paper. Şəkil kağızı. Və A4'dür. Gördüyünüz kimi burada yazılıb neçə qramdır. Bir kağız 160 qramdır. Bunun qalınları da var idi. İçində isə 50 ədəddir. Amma bunun qalınları da var idi. Yəqin gələndə biraz qalını bəlkə alaram, amma qalınlığından fərqlənir qiyməti. Ən sonunda belə bir şey aldım, maqnitli hərflər. Bunu öz işim üçün almışam. Mənim bir dənə disqrafiya və disleksiyası olan uşağım var, hansı ki hərfləri səhv salır. Bu onun üçün yaxşıdır ki, bunun içindən istədiyimiz hərfi tapıb yapışdırsın. Çünki həm vizual yadında saxlaya bilmir, həm də səsli yadında. Bunda iki cür disqrafiya birlikdədir. 2.57. Makyaj ikinci mağazinimiz makyajıdır. Bu bizim yanımızda olan mağazindir. Burada isə belə üz yuma üçün penka aldıq. Bu neçə idi Səlbina? 8.20-yə məncə. 8.20-yə idi. Aç. İndi buranı istəyirəm yığışdırım. Burada baxın nə baş verir. Burada biraz buralar bulaşıb, görürsünüz, tökülüb. Burada nəsə çox qarışıqlıq oldu və istəyirəm buranı da biraz yığışdırım sizinlə birlikdə. Bunlar mənim maskalarımı göstərmişdim sizə. Albina'dan bölüşdürmüşdük. Azondan bunları sifariş etmişdik. Albina'nınkilər isə bu tərəfdə də göstərəcəm. Buranı yığışdırırım. Bunlar, bu bir ara məndən soruşurdunuz ki, nəyə bu qədər çox fırçalarımız var. Bunları tez almışdıq, heç istifadə etməmişik. Çünki çox yumuşaqdır bunlar. Alandan sonra bildik ki, çox yumuşaqdır. Ona görə saxlamışam ki, nəyəsə başqa bir şey lazım olar. Bunlar bizim kremlərimizdir. Burada hər cür krem var, hər cür Zavirax. Bu mənim bitmiş kremimdir. Mən bundan istəyirəm alım. Heç cür gedib xalqlara çata bilmirəm. Çox xoşuma gəlir. O qədər bu büdcət variantdır, amma bunu da mən yox, yoldaşım almışdı. Amma çox yaxşıdır. 5-i birindədir, görürsünüz. BB kremdir. BB krem üçün çox super kremdir. Bunun birində almaq istəyirəm, amma xalqlar sərfə gedib çata bilmirəm. Çatsam bu mağazindən mütləq sizin üçün də çəkəcəm. Bu balzamdır. Burada Albina bununla bunu istifadə eləyir və kremlərdir. Birində Albina tamamilə bitirib. Niyə atmamısan? Atmam. Qalıb biraz. Biraz deyil, qalıbdan istifadə etsin. Bunlar da ki, belə kremlərimizdir. Bu əl kremidir. Bu Albina'nın tonalnikidir. Bu da Albina'nın tonalnikidir. Birinci daha yaxşıdır. Bunu Ador'dan almışdıq. Sizinlə getmişdik. Ora vloglarımda var və bu daha gözəldir. Bu isə Notdandır. BB kremdir bu. Məncə Golden Rose'da almışdıq. Da, o Golden Rose'dandır. Poro Plus. Çox hoşumuza gəlir hər bir şey üçün. Bepanthen. Bu isə üz kremləridir. Aptечный kremlərdir. Bunlar da çox hoşumuza gəlir. Bu da Calenduladır. Burada yenə nə var? Bunun aloyası var. Bu da qəşəngdir qızlar. Bunun lanilonilovı var, amma bu çox yağlı. Quru dəri üçündür, özüm almışdım. Və bu da quru dəri üçündür. İndi istəyirəm bunları buradan çıxardım. Bunun içini bir dəfə də silim, bunları qoyun bura. Kontraktubisdir. Bunu deməli Albina nə üçün istifadə edir? Bu axırıncı dəfə su çiçəyi olandan sonra uşaqların üzündə bəzi belə dərin ləkələr qalıb, onları hardansa oxudu ki, bu çox gözəl təsir edir və ona görə bunu istifadə edir və Bepanthen. Baka. Düşündüm ki, bunun içinə. Bunda əvvəl məndə kremlər var idi, bundan çıxartmışım. Mən istəyirəm tezdən bura qoyum bunları. Şimdi siləcəm. Bunları bura qoyacağım. Belə daha rahatdır taxmaq.
və günəş əleyhinə olan 2 dənə də kremi bura istəyirəm əlavə edim. Amma istəyirəm fabrikdən yenilərini, Leto adlı yeni kremləri istəyirəm sifariş edim. Bunu isə qoymaq istəyirəm bura. Burada kakara boş yer var idi, bura qoyacağım. Belə alındı, görürsünüz çubiklər bura. Burada bizdə zilyonkalar, belə bir şeylərdir, çöplər, nevidimkalar. Belə nevidimkalar, sonra rezinkalar. Burada isə Oral-B'nin diş sapı. Bu tezəsi də elə açılmayıb zapas. Buraya isə qoydum bu balzamları və şotkaların üstü və bizim qubkalarımızı. Bunu mənə Ayka hediyə etmişdi. Mənimdir. Bunlar isə Albina'nındır. Bunlar perikislərdir. Həmişə burada qalır. Və burada deməli nə var idi? Burada mənim maskalarım var idi. Onları da bura qoyacağım. Rahat bağlanır. Bu mənim maskalarım. Bunlar ise Albina maskalarıydı. Buradaydı. Bunları da istəyirəm bura qoyum bunun yanına. Belə. İndi isə bunu istəyirəm təmizləyim. Bura diş paraşoku dökülüb. Yəni uşaqlar yaxşı bağlamamışdılar. Hərdən bir bununla Albina öz dişlərini ağardır. Mən də istifadə edirəm. Kofe çox içəndə dişlər saralır. Beləliklə, baxın, belə alındı. Bunu təmizlədim. Hamısını çıxartmadım. Çünki baxdım, gördüm ki, qızlar burada o qədər çirkli deyil buralar. Bu bizim maskalarımız. İstədiyimizi götürə bilərik. Perikislərin. Bu isə nədir bu? Xlorgeksidindir. Boğaz ağrısını eləyir. Qarqara etmək üçün. Bu isə dediyim kimi sponjiklər üz üçün bütün lazımlı olan bir şeylər. Bu da üz yumaq üçün. Bu bütün üz kremlərimiz. Bu isə dediyim kimi rezinkalardır. Çöplərdə, nevidimkalardır. Hamısı buradadır. Məncə çox belə udobna oldu. Və istəyirəm buranı bağlayım. Və görürsünüz, hər gün demək olar təmizləyirəm. Amma ki, diş yuyanda kimsə bura diş fırçası ilə pastanı burada atıb. İndi bir dəfə də buranı siləcəm belə. İşsiyum. Bugün daha heç nə etməyəcəm. Çünki birazdan işə getməliyəm. O qədər vaxtım yoxdur. Gedəcəm yeməyi bişirməyə və qaçıram işə. Mən isə getdim yeməyi bişirməyə və bizim zövqlərimiz burada ayrılır deyənə uşaqlar qreçka daha çox xoşlayır. Mən isə bulgur, qreçka da xoşlayıram, bulgur da çox sevirəm. Ona görə hər ikisini bişirdim və balıq qızartacağım. Bu balıq bildiyiniz kimi kənddə təmizlədiyimiz, gətirdiyimiz balıqdır. Birinci dəfə burada bişirəcəm bundan. Çox dadlı alındı, onu da deyim sizə. Və gördüyünüz kimi noxudu da suda qoydum ki, sabah noxuddan su bişirəcəm. Hər gün çalışıram ki, bir dənə sup da bişirim ki, həm bizim üçün первый olsun, həm də vторой. Beləliklə balıqları diri-diri qoydum kəsməyərək, çünki çox balaca idi və belə daha xoşuma gəlir. Bunları qoyub mən isə keçirəm yenə də hamama və bugün aldığımız bu üz üçün olan piyananı sizə göstərmək istirdim ki, bizdə var idi və bitmişdi. Bizdə bundan var idi, qızlar. Deməli, bunlar həssas dəri üçündür. Burada görürsünüz, bütöv növ dərilər üçün və həssas dəri üçündür. Bu dəfə isə biz o bitdi deyənə aloyanı aldıq və dərin təmizləyir, tərarətləndirir, sakitləşdirir, qıcıqlandırmanı və qırışlardan azad edir və regenerasiya prosesinə kömək edir. Bu da kombinə olan dəri tipi üçün və həssas dəri üçündür. Aloya yəqin hamınız bilirsiniz ki, çox gözəl, burada həm də yaşıl çay var, çox gözəl regenerasiya prosesinə köməklik edir. Sızanaqlardan, hər bir şeydən, qızartılardan üzdə olan köməklik edir. Ona görə bu dəfə fikirləşdik ki, bunu sınayaq və bir-iki dəfə istifadə etdikdən sonra deyəcəm sizə necədir bu.
Yemək də artıq bitdi. Mən də indi yeyib qaçıram işə. Sizə isə təşəkkürümü bildirirəm ki, sonacan məni izlədiniz. Hələ də abunə olmamısınızsa abunə olmağı unutmayın. Gəlin görüşlərə dək.